Sabahınız xeyir olsun Səmayə və bizi izləyən izləyiciləri salamlayıram. Biz hazırda Dövlət Bayrağı Muzeyindəyik. Bildiyiniz kimi, noyabrın 8-dən etibarən Dövlət Bayraq Meydanında üçrəngli bayrağımız yenidən dalğalanmağa başladı. Bundan başqa, Dövlət Bayraq Muzeyi də yenilənmiş formada öz fəaliyyətini bərpa etdirir. Xatırladım ki, 2017-ci ildən bəri Dövlət Bayraq Meydanı təmir bərpa işləri ilə əlaqədar olaraq bağlanmışdı və eyni zamanda muzey də buna görə bağlanıb. Maraqlıdır ki, 7 il ərzində hansı yeniliklər var muzeydə, hansı eksponatlar əlavə olunub, bunu bizə muzeyin direktoru Könül İmamverdiyeva bildirəcək. Sabahınız xeyir olsun Könül xanım. Xoş gəlmişsiniz Dövlət Bayrağı Muzeyinə. Tamamilə doğrudur, muzey təmir bərpa işlərindən sonra yenidən fəaliyyətə başlayıb. Muzeyimizdə bizim dövlətçilik tariximizi əks etdirən çox qiymətli eksponatlar, rəmzlər nümayiş olunur. Məhz bu rəmzlər əsasında biz qədim dövlətçilik tariximiz haqqında dolğun məlumatı vermiş oluruq. Muzeyimizin giriş hissəsi Vətən müharibəsindəki şanlı qələbəyə həsr olunub. Burada Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən azad olunmuş ərazilərdə bayrağımızın ucaldılmasını əks etdirən fotoları görürsünüz. Mərkəzdə də Xankəndidə Zəfər paradına həsr olunmuş fotolar nümayiş olunur. Bizim muzeyimiz 6 sektordan ibarətdir. Hər bir sektor bir tarixi dövrü əhatə edir. Bu olduğumuz hissə, muzeyin bu sərgi salonu qədim və orta əsrlər dövlətçilik tarixinə aiddir. Burada müxtəlif tarixi dövlətlərin bayraqlarını görürsünüz. Qarabağ, Qaraqoyunlu, Ağqoyunlu, Uzun Həsənin, Səfəvlərin bayraqlarını, xanlıq dövrünə aid bayraqlardır. İrəvan xanlığının, Bakı, Gəncə, Şəki xanlığının bayraqlarını görmək mümkündür. Digər sərgi salonumuz Azərbaycan Xalq Cumhuriyyətinə və Azərbaycan SSR dövrünə aiddir. Burada mərkəzdə ən qiymətli eksponatlar sırasında Azərbaycan Xalq Cumhuriyyətinin parlamentin açılışında sərgilənən, yəni ki, asılmış binada sərgilənən bayrağı görmək mümkündür. Düz mərkəzində digər bayraqlar Azərbaycan SSR dövrünə əhatə edir. Bu sərgi salonunda da Azərbaycan Xalq Cumhuriyyəti dönəminə aid müxtəlif sənədlər. Bundan əlavə, hər bir sərgi salonunda müxtəlif monitorlarda müxtəlif video materiallar nümayiş olunur. Bu video materiallar arxivdən toplanmış tarixi sənədlərdir, fotolardır, müxtəlif dövlət televiziyasının təqdim etdiyi materiallar əsasında hazırlanıb. Bu dövr müstəqil Azərbaycan Respublikasının dövrünə əhatə edir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik tariximizə aid, dövlətçilik tariximizdə çox misilsiz xidmətlərinə həsr olunmuş video materiallardır, müxtəlif medallar nümayiş olunur, xatirə medalları, poçt markaları və mərkəzdə də cənab prezidentin standartının dublikatını görmək mümkündür. Çox sağ olun ətraflı məlumat üçün. Bəli, biz sizə Dövlət Bayrağı Muzeyində olan yenilikləri bölüşdük, göstərdik. Həqiqətən də çox maraqlıdır və bura gəlmək mütləq lazımdır. Mən sizinlə sağollaşıram. Bizim buradan çatdıracaqlarımız bu qədər idi. Təşəkkür edirik Asuman. Çox sağ olun ətraflı məlumat üçün. Bizə bir